Pakistanın Müdafiə naziri Xavaca Məhəmməd Asif ölkəsinin Əfqanistandakı Taliban hökuməti ilə açıq müharibə şəraitində olduğunu bəyan edib. Səbir kasamız dolub. İndi bu, sizinlə bizim aramızda açıq müharibədir. Müdafiə naziri X sosial şəbəkə hesabındakı paylaşımında belə yazıb. Xavaca Asif Kabili terrorçuluğu təbliğ etməkdə günahlandırıb. Pakistan-Əfqanistan sərhədində döyüşlər fevralın 26-sında axşam saatlarında başlayıb. Kabil hərbi əməliyyata başlayaraq Pakistanın sərhəd postlarına hücum etdiyini açıqlayıb. İslamabad cavab tədbirləri həyata keçirib. Pakistan ordusu Əfqanistan silahlı qüvvələrinin 27 nəzarət buraxılış məntəqəsini məhv edib və 9-unu nəzarəti altına alıb. Bu barədə Pakistanın İnformasiya naziri Ataullah Tarar açıqlama verib. O, Kabil, Paktiya və Qəndahardakı müdafiə mövqelərinə zərbələr endirildiyini bildirib. Qarşıdurma nəticəsində 133 Əfqan hərbçi ölüb, 200-dən çoxu isə yaralanıb.